Hazırda olduğumuz bu yaşayış kompleksində sizi həm estetik, həm də keyfiyyət baxımından fərqlənən pəncərə sistemləri ilə tanış edəcəm. Hər kəsə salam! Kristal binalarında istifadə olunan alüminium pəncərələr müasir memarlığın ən vacib elementlərindən biridir. Gəlin sadəcə görünüşlə deyil, həm də texniki göstəricilərinə görə digərlərindən fərqlənən bu mühəndislik nümunəsi ilə yaxından tanış olaq. Bu şüşələrin əsas üstünlüyü ondan ibarətdir ki, yayda çöldəki istiliyi içəri buraxmır, qışda isə daxildəki istiliyi qoruyur. Yəni, bu pəncərələrlə kondisioner və istilik xərclərini nəzərə çarpacaq qədər azaldacaqsınız. Eyni zamanda 60% işıq keçiriciliyi sayəsində mənzil hər zaman parlaq, təbii işıqla dolu olur. Digər vacib üstünlük isə şüşələrin neytral rəng tonudur. Bu o deməkdir ki, pəncərələrin rəngi tam balanslı və təbii görünüşü ilə fasadla uyğunluq təşkil eləyir. Bəlkə də çoxları bunu bilmir, amma adətən binalarda istifadə olunan pəncərələrin şüşələri arasında sadəcə hava olur. Kristal mühəndisləri isə burada fərqli bir addım ataraq hər bir şüşə arasında xüsusi arqon qazı doldurub. Bu, çox incə, amma böyük fərq yaradan bir detaldır. Arqon qazı ilə bu tip şüşələrdən istifadə etdikdə bina daha az enerji sərf edir, nəticədə havaya atılan karbon miqdarı da azalır. İstifadə olunan şüşə örtükləri günəşin zərərli UV şüalarının böyük hissəsini filtrləyir. Alüminium sadəcə möhkəm deyil, həm də zamana davamlı bir materialdır. Deformasiya uğramır, paslanmır, rəngi dəyişmir və istənilən hava şəraitində forması eyni qalır. PVC profillərlə müqayisədə alüminium həm daha incə dizayna, həm də daha çox daşıma gücünə malikdir. Məsələn, bu tip panoramik şüşə sistemləri yalnız alüminium profillər sayəsində bu qədər geniş və estetik ola bilir. Alüminium profillərin ən böyük üstünlüklərindən biri də onların ekoloji baxımdan tam təhlükəsiz və davamlı olmasıdır. Bu material 100% təkrar emal oluna bilər. Yəni, istifadədən sonra yenidən əridilərək başqa konstruksiyalarda da istifadə etmək mümkündür. Üstəlik, yanmaz xüsusiyyətə malikdir. Alovda formasını qoruyur və tüstü çıxarmır. PVC isə əksinə yanıcı materialdır və yanma zamanı havaya zərərli qazlar buraxa bilər. Alüminium profillər çox qatlı və laminə şüşələrlə birlikdə istifadə edildikdə çox güclü səs izolyasiyası təmin olunur. Sadə dillə desək, prospektdə nə qədər səs-küy olsa da, evin içində sakitlik və komfort qorunur. Kanala abunə olmağı unutmayın, qarşıda sizi daha çox yenilik gözləyir. Daha ətraflı məlumat üçün Ulduz 1544-ə zəng edin və ya satış ofislərinə yaxınlaşın.